Salam dostlar, bugün dərman bitkilərindən balqabaq çiçəklər dəstəsinin balqabaq cümlər fəsiləsinə aid olan adi dəli xiyar bitkisi haqqında məlumat verəcəm. Latınca adı Espalium elaterium olan bitkinin adı müxtəlif bölgələrimizdə müxtəlif cür adlandırılır. Adi dəli xiyar, it xiyarı, acı qavun, Türk ədəbiyyatlarında acı qavun, ebocəhil qarpuzu, partlayan xiyar və s. müxtəlif cür adlandırılır. Həm xalq təbabətində, həm elmi təbabətdə, həmçinin qomeopatiyada çox geniş istifadə olunur. Tərkibi steroidlər, alkaloidlər, flavonoidlər, piyli yağlar və karotinlərlə zəngindir. Bitkinin müalicə məqsədi ilə yerüstü hissələrindən, çiçəklərindən, meyvəsindən və kökündən istifadə edirlər. Əsasən böyrək, dəri, revmatizm, malyariya, sarılıq, babasil, bədxassəli şişlər, radikulitin, podagranın müalicəsində geniş istifadə olunur. Çünki antibakteriyal, antihelmint, antifungal, sidik qovucu, qusturucu və işlədici təsir xüsusiyyətlərinə malikdir. Acı qavun bitkisinin, adi dəli xiyar bitkisi bütün hissələri olduqca zəhərlidir, xüsusən yetişmiş meyvələri. Ona görə bitkinin istifadəsi zamanı mütləq mütəxəssisin göstərişi ilə istifadə etmək lazımdır. Xüsusən qan qrupları, 1-ci və 3-cü qan qrupundan olan insanlar daha diqqətli olmalıdır. Bütün hallarda su ilə seyrəldilmə halında istifadə olunmalıdır. Birbaşa istifadə bu həyati təhlükə yarada bilər.